Adam özünə qayda qoymasa, aşağı qaydaların qulu olmağa məcbur olacaq. İstədiyim vaxt oyansam, istədiyim vaxt işə getsəm, müəyyən bir vaxtdan sonra baxıb görəcəm ki, tənbəlləşmişəm, baxıb görəcəm həyatım dağılıb. Sualım bu idi ki, gənclər özünü inkişaf etdirmək üçün nə etməlidir? Ümumiyyətlə özünü inkişaf nə deməkdir? Mənə görə özünü inkişaf sənin ali qanunlar və qaydalarının olmağından başlayır. Yəni ilk addım hansısa bir qaydaların olur. Bəzən belə bir söz eşidirsən cəmiyyətdən. Adamlar deyir ki, mənə heç kəs qayda qoya bilməz də, heç kəs mənim azadlığımı əlimdən ala bilməz. Mən sərbəst yaşamaq istəyirəm. Ancaq onu bilmək lazımdır ki, adam özünə qayda qoymasa, adam müəyyən qanunlarla işləməsə, müəyyən ali prinsiplərə tabe olmasa, aşağı qaydaların qulu olmağa məcbur olacaq. İnstinktlərin, hisslərin, aşağı dərəcəli xüsusiyyətlərin bu qulu olacaq. Bu qaçınılmazdır. Yəni qaydaya tabe olmayan insan yoxdur və qaydalarla yaşamaq bizim həyatımızı xaosdan qoruyur və bizi inkişafa aparır. Bəlli vaxtda dururam, bəlli vaxtda yatıram. Hər gün müəyyən prinsiplər var, onu əməl eləyirəm. Məsələn, idmana gedirəmsə, həftənin bəlli günləri idmana gedirəm. Mütaliə üçün konkret bir vaxt var. Bəzi əxlaqi qaydalarım var ki, ona riayət eləyirəm. Hətta dost seçəndə, insanlarla ünsiyyətdə belə müəyyən prinsip və qaydalar var ki, çalışıram onu əməl eləyim. Əgər bunu eləsə, insanda bir inkişaf yaranacaq, insanda bir təkamül olacaq. Ailədə belə sən qayda ilə yaşamalısan. İstədiyin vaxt evə gələ bilməzsən. Övladınla ünsiyyət etmək məcburiyyətindəsən və inkişafın ziddi xaosdur. O xaosun səbəbi də odur ki, insan qaydasız yaşayır. Yəni mən istədiyim vaxt oyansam, istədiyim vaxt işə getsəm, istədiyim vaxt beynimə gələn işləri görsəm, müəyyən bir vaxtdan sonra baxıb görəcəm ki, tənbəlləşmişəm, baxıb görəcəm həyatım dağılıb.